Başlayıram mehriban və rəhəmli olan Allahın adı ilə. Allahın salam və salavat olsun Peyğəmbərə və onun əziz əhl-i beytinə. Bu günlərim əlamətlər günlərdəndir. Əziz balamız, Hacı Eldəyək balamızın doğum günüdür. Və bu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı, həyatda gözəl xidmətlər, xalqı üçün, milləti üçün, dini üçün, devləti üçün sadiq olmağını istəyirəm. Allah əziz balamızın ad günün mübarək eləsin, 100 yaşayasan bala. Düzdür, Eldəyək bizim ikinci evladımızdır. Mən bugün həyatda özümü xoşbəxt sanıram ki, evladlarımın hamısına ali təhsil vermişik Allahın izni ilə. Eldəyək da həyatın dinə sərf eləyib, xalqına sərf eləyib, kiçik yaşlarından orta məktəbi oxumaqla bərabər dini təhsil alıb. Sonra indi bugün özüm üçün şərəf sayıram ki, oğlum Eldəyəqin 2 dənə ali təhsili var. Uşaqlıq illərim ata yanında az qalıb. Daima həyatın elmə sərf eləyib, dinə sərf eləyib. Bugün mən özümdə də şərəf duyuram ki, oğlumun bir neçə dənə əsərləri var. Ramazan haqqında kitab yazıb, Uzun yolun yolçuları kitab yazıb, Ümrə haqqında kitab yazıb, Ümrə ziyarət haqqında kitablar yazıb. Onun üçün mən özümə şərəf duyuram ki, az da olsa evladımın həm xalqa, həm də Allah qarşısında üzərinə düşən bəzi vəzifələri icra edib. Mən də özümdə şərəf duyuram ki, mənim də belə bir evlad tərbiyə eləmişəm. Mən də buradan öz adımdan bir valideyn kimi şəxsən Eldəyəqa öz təşəkkürümü bildirirəm. Mən bir valideyn kimi evladlarımın hamısından razıyam. Allah da onlardan razı olsun.